أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizə təşrif buyurub gələn hər kəsə canlı vasitəsilə bizi izləyən, istər ölkə daxilindən, istər ölkə hüdudlarından kənarda olan hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimizə əl açaraq etdiyimiz bütün hacət və mətləbləri bizdən ali dərəcədə qəbul eləsin inşallah. Bugün doğrudan da İslam tarixində ən möhtəşəm günlərdən biridir. İmamət aləminin parlaq simalarından olan 8-ci imamımız İmam Rıza əleyhissalamın doğum günüdür. Bu münasibətlə biz bütün dünya müsəlmanlarını, Əhl-i Beyt sevərləri, siz əzizləri səmimi dildən, qəlbdən təbrik edirik. Allah hər birimizə bu günün səbəbkarı olan, mövluduna cəm olduğumuz İmam Rıza əleyhissalamın dünyada ziyarətini, üqbada o həzrətin şəfaətin bizlərə nəsib eləsin inşallah.